Salam əziz Misiya Aktual izləyiciləri, növbəti buraxılışımızla yenidən qarşınızdayıq. Son dövrlərdə ölkəmizdə yeni infeksiyalar yaranır. Elə bugün bunu müzakirə edəcək. Verilişimizin bu dəfəki qonağı Azərbaycan Tibb Universitetinin Epidemiologiya Kafedrasının müdiri Professor İbadullah Ağayevdir. İbadullah müəllim, son dövrlərdə bilirik ki, müxtəlif infeksiyalar yayılır ölkəmizdə. Bunların səbəbi nədir? Qarşısını necə almaq olar? Ümumiyyətlə bir şey yadda saxlamaq lazımdır ki, bizim ölkəmizdə dünyanın hər hansı bir ölkəsində hal-hazırda havaların soyuması ilə əlaqədar olaraq müxtəlif infeksiyalar yayılmışdır. Ümumiyyətlə yoluxucu xəstəliklərdə mövsümlük var. Fəsildən asılı olaraq yoluxucu xəstəliklərin müxtəlif növləri təşəkkül tapır. Hal-hazırda yayılan infeksiya qrip xəstəliyidir. Yəni, mövsümlə asılı olaraq, havaların soyuması ilə əlaqədar olaraq əhalinin özünün gündəlik davranışından asılı olaraq bu infeksiyaya yoluxurlar. Burada bir məhdudiyyət, yəni əhalinin özü tərəfindən olmalıdır. Hər bir insan sağlamlığının keşiyində özü durmalıdır. Amma çox təəssüflər olsun ki, bizim əhalimiz arasında dünyanın bir çox ölkələrində o cümlədən belə bir qanuna uyğunluq var. Hər hansı bir xəstəlik əgər baş verirsə, birinci insanlar özləri öz müalicəsinə başlayır. Müəyyən tanışlarının, qonşularının, müxtəlif adamların məsləhəti ilə həkim məsləhəti olmadan müalicəyə və mən deyərdim ki, bəzən müayinəyə də başlayırlar. Qeyri-ixtisas sahiblərinin təklif etdiyi müxtəlif vasitələrdən istifadə etdikləri üçün ağırlaşmalar baş verir. Ümumiyyətlə, yoluxucu xəstəliklərə laborator üsulu olmadan diaqnoz qoymaq qeyri-mümkündür. Şükürlər olsun ki, hal-hazırda da bizim ölkəmizdə bilirsiniz ki, Azərbaycan varlı bir ölkədir. Səhiyyəmiz də günü-gündən inkişaf edir. Əhaliyə göstərilən tibbi xidmət norma və qaydadadır. Hər hansı tibb müəssisəsinə və həkimə müraciət etdikdən sonra müalicəyə və müayinəyə başlamaq olar. Burada əsas şərtlərdən biri nədir? Həkim müayinə etdikdən sonra həmin xəstəliyə uyğun laborator üsullardan, yəni müayinələrdən xəstənin keçməsini məsləhət görür. Biz laboratoriyanın təsdiqini aldıqdan sonra xəstəliyin müalicəsi ilə daha yaxşı məşğul ola bilirik. Çünki aydın olur bu hansı xəstəliyə yoluxub. İndi qrip xəstəliyinin törədicisi ümumiyyətlə viruslardır. Virusların müxtəlif növləri vardır. Xəstələrdə, yəni yoluxanlarda belə bir adət vardır. Yenə təkrar edirəm. Özləri müalicəyə, filan dərmandan istifadə edin, filan dərmandan. Bunlar ağırlaşmalara gətirib çıxardırlar. Həkim təyinatı olmadan heç bir müalicəyə başlamaq olmaz. O vaxt siz onu edərdiniz ki, yəni əhalinin müxtəlif qrupu, o yerdə həkim yoxdur. Çıxılmaz vəziyyətdə qalmısınız, müəyyən vasitələrdən istifadə edirsiniz. İndi bilirsiniz ki, ərazi bölgüsü ilə bütün insanların yaşadığı ərazidə müvafiq poliklinikalarımız, tibb müəssisələrimiz vardır. Buyurun sahə həkimlərinizə. Bütün poliklinikalarda sizin yaşadığınız ərazinin özünün sahə həkimləri vardır. Müraciət edin. Evə də çağıra bilərsiniz və poliklinikalarımıza da müraciət edə bilərsiniz. Həkimin təyinatından, həkimin qoyduğu diaqnozdan sonra siz müalicəyə başlaya bilərsiniz. Bu halda sizin müalicəniz çox effektli olacaq və tez bir zamanda xəstəlik aradan götürüləcəkdir. Digər profilaktik tədbirlərə gəldikdə, profilaktik tədbirlər insanın özündən asılıdır. Yəni, kütləvi informasiya vasitələrində, müxtəlif əlinizdə olan ədəbiyyatlarda, indi bilirsiniz ki, internetdən istifadə edirlər və bizim xalqa mənsub olan ata-baba, adət və ənənələrimizdən də istifadə edib biz xəstəliyin qarşısını ala bilərik. Nədir? Siz hal-hazırda satışda olan dezinfektantlardan alıb
yaşadığınız mühitdə onlardan da istifadə edib dezinfeksiya tədbirləri aparırsınız. Çalışıb kontaktdan qaçmaq lazımdır. Kontakt nədir? Həmin müddət ərzində təkrar edirəm. Bizim adətimizlə, xalqımıza mənsub olan xüsusiyyətlə istər ki, xəstə vaxtımız ya sağlam vaxtımızda gələn qonağı geri qaytara bilmirik. Mütləq bir cəhəti nəzərə alaraq ki, eyibdir, evimizə gəliblərsə, mütləq biz bununla görüşməliyik. Və təkrar edirəm. Həmin vaxt ərzində yaxşı olardı ki, insanlar biri-biri ilə öpüşməsinlər. İstər istəməz buna hava damcı infeksiyaları deyirlər. İnsan yoluxur və istifadə vasitəsi, qoruyucu vasitələr. Birinci, maskalardan istifadə olunsun. Şükürlər olsun ki, əczaxanalarımızda küllü miqdarda qoruyucu vasitələr var, alıb bundan istifadə etmək lazımdır. İkinci bir tərəfdən də yaşadığınız otağın tez-tez havasını dəyişmək və imkanınız varsa əgər, elə bir şəraitdə ki, siz özünüz də ailə üzvləri, bir yerdə yaşadığınız ailə üzvləri də biri-birindən qorunmaq üçün o maskalardan istifadə. Əgər xəstə varsa yaşadığınız otaqda mütləq onu təcrid etmək lazımdır. Başqa otağa keçirtmək və həmin xəstəyə qulluq etdikdə də mütləq qoruyucu vasitələrdən istifadə etmək lazımdır. Onun istifadəsində olan qab-qaşığı mütləq dezinfeksiyadan keçirdib sonra ayrı qoymaq lazımdır. Ümumi istifadədən çıxartmaq lazımdır müəyyən vaxt ərzində. Şükürlər olsun ki, bizim qadınlarımız, bizə xidmət edən qızlarımız, qadınlarımız bina qədimdən bu adətə, ənənəyə riayət ediblər. Təmizlik Azərbaycan xalqının uzun illər istifadə etdiyi bir vasitədir və şükürlər olsun ki, indi bizim inkişafla əlaqədar olaraq hər bir yaşadığımız ərazidə müxtəlif vasitələr var və bundan istifadə edib biz xəstəliklərdən qoruna bilərik. Sağlamlıq xəstənin öz əlindədir. Həkimə qədər xəstə xəstələnməyə bilər. O vasitə ilə ki, özü sağlamlığını qoruyursun. İbadullah müəllim, valideynlər əksər hallarda peyvəndlərə qarşı olurlar. Peyvəndlərin hansı əks təsiri ola bilirmi? Və ya da hansı hallarda əks təsir göstərə bilir? Yadda bir şey saxlayın. Yenə, bax gəlir həmin vasitəyə. Filan kəslər, filan peyvənd. Bilirsiniz, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və digər bir qurumun, təbibin özündə buna qarşı xüsusi idarələri vardır. Əgər peyvənd olmasaydı, 20-ci əsrdə əhalini yoluxucu xəstəliklərdən təcrid etmək olmazdı. Kütləvi şəkildə pandemiyalar baş verərdi. Filan ölkənin əhalimiz arasında deyilən peyvəndi pisdir. Yadda saxlayın, peyvənd o vaxt istehsala buraxılır ki, o, Ümumdünya Səhiyyə Təşkilatının və müxtəlif tutarlı o işlə məşğul olan institutların təcrübəsində laborator üsulu ilə təsdiqdən sonra buraxılır və ona icazə verilir. Heç bir ölkənin vaksinası pis deyil və əhali digərlərinin arasında müəyyən insanlar var. Bilərəkdən şantaj yaradırlar ki, əhalimiz bundan, yəni səhiyyəmizə qarşı bunlar müxtəlif tədbirlərdən istifadə etsinlər. Peyvənddən istifadə etmək lazımdır. Mütləq yalnız və yalnız həkim müayinəsindən sonra və planlı peyvəndlər var. Planlı peyvəndlər Səhiyyə Nazirliyi tərəfindən aparılan peyvəndlərdir. Bilirsiniz ki, uşaq dünyaya gəldik andan etibarən müxtəlif yaşa qədər planlı peyvəndlər
aparılır. Bir də təkrar edirəm, əgər peyvəndlər olmasaydı, cəmiyyətimiz yoluxucu xəstəliklərlə mübarizə apara bilməzdi. Kütləvi şəkildə əhali tələf olardı. Özünüz gördünüz ki, quş qripi vaxtı, ondan sonra böyük pandemiyalar, bəli, yalnız və yalnız əhalini xilas edən, bax bu peyvəndlərdir, bundan mütləq istifadə. Azərbaycan bizim respublikamızda şükürlər olsun ki, möhtərəm cənab prezidentimiz tərəfindən də vaxtı ilə bu işə hər gün rəhbərlik edilirdi və prezidentimizə məruzə olunurdu ölkəmizdəki vəziyyət. Digər respublikalardan fərqli olaraq Azərbaycan bundan yan ötüşdü, şükürlər olsun. Bilirsiniz, bir dəfəlik yadda saxlamaq lazımdır. Sağlamlıq insanın öz əlindədir. Hər bir insanın xəstəliyə qarşı apardığı mübarizədir. Mən dəfələrlə demişəm, yenə təkrar eləmək istəyirəm bunu. Ağlı sağlam olanların canı sağlam olur. O insanlar ki, ağılla həyat tərzini sürürlər, xəstələnmirlər. Amma bizim dediklərimizə baxmayanda, yaxud məsləhət verənlərin məsləhətinə qulaq asmadıqda təbiidir ki, xəstələnəcək. Ona görə xəstəlikdən qaçmaq, xəstəliyə yoluxmamaq üçün öz orqanizmini bu xəstəlikdən xilas etmək üçün öz ağlı ilə deyilənlərə qulaq asmaq lazımdır. Elə yoluxucu xəstəliklər var ki, vaxtı ilə pandemiya şəklində baş verib. Müxtəlif pandemiyalar var ki, uzun illərdə indi də davam eləyir. Bundan qaçmaq qeyri-mümkündür. Ölkələr nə qədər də mübarizə aparırlar, müəyyən vaxt ərzində görürsən ki, müxtəlif pandemiyalar baş verdi. Pandemiyaların baş verməsində də müxtəlif bölgülər var. 8-12 ildən bir hər hansı bir, yəni mən nəzərdə tuturam, hava damcı infeksiyalar, bir pandemiya baş verir. Bəli, bunun qarşısı alınır. Pandemiya tamamilə ləğv olunmur. Müəyyən şəkildə yatırılır, amma davam eləyir. Yoluxucu xəstəliklərin ümumiyyətlə hamısının qarşısını tamamilə almaq qeyri-mümkündür. Yoluxucu xəstəlikləri tamamilə ləğv etmək üçün gərək onda təbiət məhv olsun. Bu da qeyri bir şey. Bizdən asılı olmayaraq, gözlənilmədən elə bir yoluxucu xəstəlik, elə bir ərazidə baş verir ki, bu bizim idrakımızdan kənardır. Amma müxtəlif üsullar var və bununla məşğul olan idarələr var, yəni tibb idarələri, elmi tədqiqat institutları var. Bunlar buna qarşı müxtəlif tədbirlər aparır və onunla da aradan xəstəlik götürülür. İbadullah müəllim, istəyirəm ki, antibiotiklər mövzusuna toxunaq. Əksər hallarda insanlar antibiotiklərdən istifadəyə daha çox üstünlük verirlər. Nə dərəcədə effektlidir infeksiyaların müalicəsində? Antibiotiklərdən istifadə etmək olar. Antibiotiklər effektlidir. Xəstəliklərin qarşısını almaq üçün dərman vasitələrindən mütləq istifadə etmək lazımdır. Yalnız həkim təyinatından sonra öz başına aparılan müalicənin effekti olmur. Öz başına aparılanı müalicənin axırı fəsadla baş qutarır. Yəni, sizin öz başına alıb işlətdiyiniz antibiotikin siz təsir mexanizmini bilmirsiniz. Bilmirsiniz ki, hansı infeksiyada hansı antibiotik işlətmək. Eşitdiyiniz qonşudan, ondan, bundan eşitdiyiniz sözlə gedirsiniz, alırsınız, antibiotik qəbul, daha da fəsadlaşdırırsınız. Təbiidir, hər hansı bir xəstəliyə qarşı dərman vasitəsindən istifadə etmək effektlidir. Yalnız həkim təyinatından sonra. Təşəkkür edirik İbadullah bəy dəyərli fikirlərinizə görə. İbadullah müəllim, son dövrlər infarktdan ölüm halları artıb. Bunu da bəzi insanlar vaksinlərlə əlaqələndirirlər, pandemiya dövründə vurulan vaksinlərlə. Vurulan vaksinlərin infarkta gətirib çıxarma riski varmı? Bilirsiniz, infarkt
bugünkü məsələ deyil. 100 illərdir infarktdan əhali tələf olur. O əhalinin müəyyən qrupları ki var, ümumiyyətlə həm səhiyyəmizə, həm ölkəmizə, həm insanlarımıza qarşı elə bilin ki, düşmənçilik mövqeyində olanlardır. Ağıllarına gələni danışırlar. Sən axı o vurulan vaksinanın, fəsadın hansı adla infarkta bağlayırsan? Hətta müxtəlif insanlar da bunlar. Bağlayanlar var. Ümumiyyətlə, dövlətimiz tərəfindən ölkəmizə gətirilir və əhalimizə havayı paylanan vaksinlər, vurulan vaksinlər, digər dərman preparatları səhiyyə orqanları tərəfindən verilir, vurulur. Həkimlərin təyinatından sonra digər xəstəliklərdən ölənlərin, tələf olanların bununla bağlılığın yalnız patoloji, anatomiya, yəni patoloq anatom tərəfindən aparılan müayinələrdən sonra deyərsən ki, buna sən nəsə belə şey yoxdur. Onu bağlayanlar, tibbdən xəbəri olmayanlar, müxtəlif şayələrə uyan insanlardır. Ona görə də əhali arasında çaşqınlıq yaradırlar. Siz vaksina vurdurmayın. Vurdurma, tələf olacaqsan. Müəyyən vasitədən istifadə edin. Falan ölkədən gətirilən vaksinanın keyfiyyəti aşağıdır. Falan ölkədən gətirilən vaksina hələ 19-cu əsrdə həmin ölkədə əczaçılıq sənayesi qurulub və bugün də yüksək şəkildə davam elətdirilir. Siz qeyri-mütəxəssis nə bilirsiniz ki, bunun effekti nə səviyyədədir? Olmaz belə şeylər. Əhalidə çaşqınlıq yaradılmasın. Əhalinin inandığı əgər xəstələnibsə, həkim olmalıdır. Həkimdən başqa qeyri-ixtisas sahiblərinin və digər insanların dedikləri söz hamısı uyğunsuz və onunla uyğun olmayan sözlərdir. Mən həkiməm, mən təyinat yazıram. Siz isə kənardan qeyri-sənət sahibisiniz, müdaxilə edirsiniz. Yaxşı, qulaq asmayın mənim dediyimə. Xəstəliyiniz xroniki hala keçəcək, ağırlaşacaq və son həmin məsələyə gətirib, yəni ölümə gətirib çıxarda bilər. Amma biz xilas edirik. Siz isə əksinə danışırsınız. Bunun effekti olmayacaq qətiyyən. Kim istəyirsə sağlam həyat tərzi keçirsin, xəstəlik dövründə həkimə müraciət etsin. Həkim təyinatından sonra dərmanlardan istifadə etsin. Həkim tərəfindən yazılmayan, təyin olunmayan heç bir dərman preparatından istifadə edilməsin. Mən əhaliyə üst tutub deyirəm. Bilirsiniz, yolxucu xəstəliklərlə mübarizə çətindir. Çətin olduğu üçün siz özünüzü çətinliyə salmayın. Həkimlərimizə müraciət edin. Respublikamızda şükür olsun ki, yetərincə savadlı həkimlərimiz var, yetərincə alimlərimiz var və səhiyyəmiz də müasir səviyyədədir. Azərbaycan Tibb Universitetini bitirən elə tələbələrimiz var ki, dünyanın ən inkişaf etmiş ölkələrində bu dəqiqə ən yüksək tibb idarələrində vəzifələrdədir. Təşəkkür edirik İbadullah müəllim dəyərli fikirlərinizə görə. Çox sağ olun, dəvət üçün mən də sizə təşəkkür edirəm. Bugünkü qonağımız Azərbaycan Tibb Universitetinin Epidemiologiya Kafedrasının müdiri Professor İbadullah Ağayev idi. İnfeksiyalardan qorunmaq üçün çalışdığınız qədər mütəxəssisimizin fikirlərinə riayət edin. Çalışın həmişə sağlam olun.